Yeməkdən sonra köpən kişi doğuş sancısı adı ilə, digəri isə sayağaca balans yükləmək üçün təcili tibbi yardım çağırıb. Bu ilin 10 ayında Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 39325 əsassız çağırış qeydə alınıb. Belə çağırışlarla çox tez-tez rastlaşırıq. Bu da istər-istəməz əhalidə narazılığa səbəb olur. Əsaslı çağırışlarımızın, təcili çağırışlarımızın gecikməsi baş verir. Burada uşaq çağırışlarından, sudurqalardan, epilepsiyalardan, avtoqəzalardan, hər hansı bədbəxt hadisələrdən söhbət gedir ki, bu çağırışlara daha operativ, daha bir mənalı, tələskən yaxınlaşırıq. Biz o çağırışları yerinə yetiririk. İstənilən gələn çağırışı yerinə yetiririk. Amma belə çağırışlarda artıq gecikmələrimiz olur. Bəzi şəxslər səhhətindəki narahatlığı fərqli formada qələmə verib. Hətta tibb sahəsinə aid olmayan çağırışlar da qeydə alınıb. Dərslər başladığı vaxt valideynlər çox müraciət eləyir ki, uşağım dərs oxumur, bəlkə siz briqada göndərəsiz, sizi görə narahat ola.